Salam, hörmətli kanal izləyicilərimiz, Binəsimən Masazır qəsəbəsində, Masazır qəsəbəsinin girişində həm Azərcik, həm də Masazır dairəsində yaxın bir ərazi yerləşən 4 sot torpaq sahəsinin üzərində inşa olunmuş şəxsi tikili 5 otaqlı evimizlə mən tanış edirəm. Evimiz bağlı bağçalıdır, evimizin bax burada sol tərəfində bağı bağçası var. Alçasından tutmuş, narından tutmuş, alması, cavanası, əlbəttə burada kladovkası var. Yəni burada tikintiləri var. Evin arxa tərəfində keçmək olur, hörmətli kanalım. Evimi bir daha xatırlam, şəxsi tikilidir. Və burada isə mən sizə həyət yanı sahəsindən tanış edim. Bax, buradan belə bir həyət yanı sahəsi var. Genişdir. Burada yenə də həyət üçün nəzər tutulmuş sanitar qoşağı və sanuzel burada mövcuddur. Yenə xırda kladovkası var burada, moykası, qazı burada hazır vəziyyətdədir. Və buradan da mən sizə görsədim. Evimiz bir daha xatırlam, şəxsi tikilidir, yaşayışlı evdir. Maşallah, tənin qalınlığına baxa bilərsiniz ki, bir ağac qalınlığındadır. Bax, belə bir tala var tənəklə mövcuddur. Evimizin belə bir gözəl bir fasad görünüşü var. Rahatsızlıqla həyətində demək olar ki, bir 7-8 dənə maşın daxil olur. Qaz, su, işıq, mərkəzi konseptlərimiz tam qaydasındadır. Yəni də evimizin bax belə bir giriş fasad görünüşü var. Şəxsi tikilidir. Geniş həyət yanı sahəsi var. Qiymət çox super qiymətdir. 135 min manata satışa çıxıb sözsüz ki, real alıcılarına yenə də endirim olacaq. Hörmətli kanal izləyicilərimiz, buradan da mən bir daha söz göstərdim. Yolun açması vaxtı giriş qapısı darbasıdır. Birbaşa sağ tərəfi də yola baxır və evimizin sol tərəfi də yola baxır. Hörmətli kanal izləyicilərimiz, bax belə bir gözəllikdədir. Evimizin burada giriş qapısıdır, darbasıdır və burada sanitar qovşağı əlavə olaraq burada mövcuddur burada. Onu da göstərdim sizə. Və buraya isə sanitar qovşağı yenə də. Və evimizin moykasıdır. Burada yay mətbəx xırda bala. Yay mətbəxidir. Evimizin arxa tərəfində məsafə saxlanıb, sol tərəfdə yoldur. Kombi sistemi burada işləh vəziyyətdədir. Və evimizin arxa tərəfinə də baxa bilərsiniz. 4 dövrəmə qoşa daşla arxa tərəfinə demək 3 metr məsafə saxlanıb. Kladovkadır, geninə bonla 2 mərtəbə kladovka hörmətli kanal izləyicilərimiz. İndi isə mən sizi evimizin içində tanış edəcəm. İnşallah ev olmayan insanlar Allah Teala belə gözəl rəqsmət etsin. Çıxarış, texpasport birbaşa 122 kvadrat təmiz evin içi hörmətli kanal izləyicilərimiz. 5 otaq kürsülü evimiz 4 sot torpaq üzərində inşa olunmuş evimizlə mən tanış edirəm. Bizim giriş hissəsidir. Burada əlavə olaraq yəni qardırop burada var. Hörmətli kanal izləyicilərimiz və əsas giriş qapısı bax burada mövcuddur. Evimiz ümumiyyətlə 5 otaqdan ibarətdir. 1, 2, 3, 4 və belə bir geniş bir qonaq otağıdır. Daha doğrusu bura mətbəxdir. Bir yataq otağının içində əlavə olaraq bir dənə yataq otağı burada mövcuddur. Onu da göstərəcəm sizə. 5 otaq təmiz evin üçün 122 kvadrat evimizin tikinti sahəsidir. Burası evimizin mətbəxidir. Bax, belə bir gözəl bir mətbəxdir. Mətbəximiz membrandan yığılıb. Demək ki, evimiz qismən əşya satılır. Bir çox şeylər qalacaq evimizin içində. Belə bir gözəl bir havalı, işıqlı, geniş pəncərəsi olan evimizə mən tanış edirəm. Burası yataq otağıdır. Yataq otağı demək olar ki, bir 30 kvadrat yaxın, bax, belə bir geniş bir yataq otağıdır. Pəncərəsi yəni birbaşa öz həyətinə baxır. Hasardan sonra yoldur. İstəyir tam əşyalı satılır. Tam əşyalı evimizin qiyməti fərqli bir qiymətdir. Amma qismən əşyalı evimizin qiyməti 135 min manata satışa çıxıb. Və burası evimizin yəni bax belə bir geniş bir yataq otağıdır. Və bu yataq otağının əlavə olaraq bax bu bir ikinci yataq otağına da keçidi var. Onu göstərdim sizə. Bu pəncərəsi də birbaşa öz həyətinə baxır. Videomuzun ilk dəqiqələrində mən sizə göstərdiyim kimi bu bağına bağçasına baxır. Və sonuncu yataq otağı ilə mən tanış edəcəm. Qapılarına kimi baxalı qapılar çox səliqəli Euro remont dörmət. Hündürlüyü 3 metrdir. İzolyasiyası olunub tamına. Şornopoldur, istiklabatıdır, hamısı hazır vəziyyətdədir. Kombisi işləh vəziyyətdədir. Və sonuncu yataq otağı ilə mən tanış edim. Burası evimizin sonuncu yataq otağıdır. Bax, belə bir gözəl bir yataq otağı və bu yataq otağımızda pəncərəsi yəni birbaşa öz həyətinə baxır. Əlavə məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış olmasınız. İnşallah evi olmayan insanlar Allah Teala belə gözəl evlər qismət etsin.